Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. Cəbhə TV-nin kanalında çəkiliş eləyəndə orada yaxşı fonlar var, fonlar qoyulur. Amma mən öz redaksiyamda çəkdiyim üçün fonu o cür gözəlliklə verə bilmirəm. Amma hər halda sizə proqnoz lazımdır. Mən də onu sizə çatdıram. 20-26 oktyabrdan gedir söhbət. O aralıqdan, o 7 gündən. Çox qarışıq, planetar quruluşa görə çox qarışıq həftədir dünyada. Həbslər, üsyanlar, etiraz aksiyaları, hökumət xalq qarşı durmaları, hökumət daxili, oliqarxlar daxili münaqişələrin təzahür etməsi kimi halların şahidi olacaq üzümüzə gələn həftədə. Və hər kəs o necə deyirlər, başını saxlasın prinsipinə getməlidir. Adi vətəndaşlar üçün, bizi izləyənlər üçün deyim ki, maddi sıxıntını nəzərə almasaq, qalan sahələrdə, sferalarda vəziyyət yaxşıdır. Təbii ki, hər bir gündə özünün xarakteri var, ritmi var, bioritmi var. Daha yaxşı hərəkət edən, həyatın nəbzini tutan qazanacaq. Gəlin, ayrı-ayrı bürclərə də baxaq, görək vəziyyət necədir. Qoç bürcü. Təəssüf ki, ixtiyarınızda olan bu aralıqda hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Xüsusən də oktyabrın 22-sində və 24-də bəzi xoşa gəlməzliklərlə baş-başa qala bilərsiniz. Yaxşı olar ki, ulduzlara qulaq asıb pul məsələlərini qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də bu həftəni kasıbçılıqla başa vuracaqsınız. Boğa bürcü. Bütün vacib iş və planlarınızı oktyabrın 24-nə qədər həyata keçirməyə çalışın. Çünki həftənin yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görsə də, biznesin digər sahələrində uğurlara yaxın olacağınızı bildirir. Ayın 21-də səhhətinizi qoruyun. Əkizlər bürcü. 21-23 oktyabr aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz. Cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatçılıq və sair kimi mənfi fəsadlar deyilən sıraya aiddir. Bu səbəbdən də həmin ərəfədə daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Qalan günlərdə iş və maliyyə məsələlərində uğurlarınız olacaq. Xərçəng bürcü. Oktyabrın 24-ünü və 25-ini nəzərə almasaq, həftənin qalan günləri ürəyinizcə keçəcək. Amma gərək bir əldə ki, qarpız tutmayasınız. Çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma prosesinizdir və gərək Tanrıya xoş getməyən addımlardan yayınasınız. Şir bürcü. Oktyabrın 22-sinə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Ola bilsin ki, iş yerində və qonşuluq münasibətlərində də gərginlik hökm sürsün. Sonraki günlərdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında heç bir çətinlik çəkməyəcəksiniz. Gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək. Qız bürcü. Deməli, ulduzların düzümü çərşənbə gününə qədər ümumi işlərinizdə passivliyin hökm sürəcəyindən xəbər verir. Həmin günlərdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalı, eləcə də səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olmalısınız. Sonraki müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq. Tərəzi bürcü. Bürcünüzün hakim olduğu bu ərəfədə sizə heç bir zərər dəyməyəcək. Hamıdan enerji ilə, hamıdan şanslı olacaqsınız. Deməli, gözlədiyiniz xoş məqamların da sürəti artacaq. Xüsusən də oktyabrın 24-ündə və 25-də iştirakçısı olduğunuz bütün proseslər ürəyinizcə olacaq. Çərşənbə axşamı ürəyinizə yaxın olan şəxslərlə əlaqə saxlayın. Əqrəb bürcü. İxtiyarınızda kifayət qədər təzadlı bir həftə durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə səmt ala bilər. Bu səbəbdən də tam bələd olmadığınız şəxslərlə işbirliyi yaratmaqdan, uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirakdan vaz keçin. Oktyabrın 22-sində isə səhhətinizi qoruyun. Ox atan bürcü. Göy qübbəsi yuxusuzluğunuzdan, həmçinin iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəblərini başqalarında deyil, özünüzdə aramalısınız.
Bu zaman kəsimində əlinizə düşən pulları boş-boş məsrəflərə xərcləməyin. Ayın 21-də isə müqəddəs bir yerə baş çəkməyiniz yaxşı olar. Oğlaq bürcü. Ötən həftə ilə müqayisədə oktyabrın bu ərəfəsinin sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması ətrafınızda olanların sizi anlaması ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük töhfə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına da qalmalısınız. Su tökən bürcü. Bu aralıq bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Yol ayrıcında qalmağınız yetər. Gələcəyinizi, taleyinizi düşünürsünüzsə konkret addımlar atın. İnsanlarla umuküsüləri bir kənara atın. İndi konfliktlərdənsə qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq ürəklə dost dediyiniz adamlar, dost deyib çağırdığınız adamlar azdır. Balıqlar bürcü. Xırda mübahisələri nəzərə almasaq, bu həftə sizin üçün normal bir zaman kəsiyi olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, təmkin nümayiş etdirməklə öz ideyalarınızı onların beyninə tədricən yeridə bilərsiniz. Həm də anlamaq lazım ki, dünyanı heç kim düzəldə bilməyib. Böyük-böyük fatihlər də, sultanlar da, alimlər də, dindarlar da. Ona görə hər kəs elə özünə məxsus olan sferanı düzəltsə, yaxşı olar. Siz də bunu eləyin. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun, kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.